Ramazan bizi birləşdirir. Qəzzada salamat qalan divarlardan birinin üzərində belə yazılıb. Bu Ramazanda onlar iftarlarını dağıntılar altında açır. Taleyin əzablı yollarında assalar da Allah yolundan azmırlar. Müqəddəs ayda da üzləri gülmədi. Hər an yenidən yurtlarından qovulmaq qorxusu ilə yaşayırlar. Halbuki yanvarın 19-unda ümidlənmişdilər. İsraillə Həmas atəşkəs imzalamışdı. İsrail ordusu Qəzzadan çıxacaq, Qəzza bərpa olunacaq, onlar doğma yurtlarında yeni həyata başlayacaqdılar. Razılaşmanın ilk mərhələsi martın 1-də başa çatdı, amma Netanyahu ikinci mərhələyə keçmədi. İsrailə görə hələ ilk mərhələnin şərtləri tam yerinə yetirilməyib. Ən pisi isə odur ki, Qəzzaya bütün humanitar yardımlar dayandırılıb. İsrail mediası yazır ki, ordu Qəzzada yeni əməliyyata hazırlaşır. İllərdir davam edən qarşıdurmalardan əziyyət çəkən Qəzza atəşkəslə biraz nəfəs almışdı ki, yenə işlər düyünə düşdü. Bölgədə atəşkəsin birinci mərhələsi bitdi. İsrail tərəfi ikinci mərhələyə, əgər atəşkəs müqaviləsi ikinci mərhələyə keçəcəksə, bu mərhələ davam etdiriləcəksə, burada artıq Qəzza zolağının gələcəyində Həmasın rolu, Həmasın bir hərbi təşkilat kimi ümumiyyətlə Qəzza zolağında mövcud olmağı məsələsini müzakirəyə açmaq istəyir. Müzakirə açmaq yerində ümumiyyətlə Həmasın Qəzzadan çıxarılmasından söhbət gedir. Əlbəttə ki, Həmas tərəfi bu şərtlərlə razılaşmır. Ötən həftə İsrail Qəzzaya humanitar yardımların buraxılmasını dayandırdı və bütün keçid məntəqələrini bağladı. Atəşkəsə vasitəçi olan Misir və Qətər humanitar yardımın kəsilməsini İsrailin silahı kimi dəyərləndirir. Yerli siyasilər bunu İsrailin girovları geri qaytarmaq üçün atılmış addımı olaraq dəyərləndirirlər. Amma burada da Həmasın narazılığı var, çünki Həmas əlindəki bu kartı, yəni əsirlər kartını itirmək istəmir. Və əgər bu ikinci mərhələyə keçilmədən birinci mərhələnin uzadılmasından söhbət gedirsə, Həmas əlindəki əsirləri təhvil verərək bir mənada ən böyük silahını həm İsrail, həm də Birləşmiş Ştatlara qarşı itirmiş olacaq. Ərəb diplomatik mənbələri Həmasın müharibə başa çatdıqdan sonra Qəzzanın idarə olunmasında iştirak etməyəcəyini etiraf edib. Lakin onun gücünün qalan hissəsini ləğv etməyəcəyi bildirilir. İsrail isə Həması Qəzzadan tamamilə çıxartmaq istəyir. Həmasa digər təzyiq ABŞ-dən gəlir. Trump qruplaşmadan girovları dərhal qaytarmağı tələb edir. Həlledici rol Birləşmiş Ştatlardadır və Trump administrasiyasında əgər onlar İsrailin hərbi kampaniyasına davam etməsinə dəstək versələr, onda biz konfliktin yenidən alovlanmasını görə bilərik. Yox, amma əgər bu fərqli istiqamətə getsin, yəni tərəflərdən biri kompromisə getməyə razı olsa, onda biz ikinci mərhələyə keçiddə yalnız bu halda danışa bilərik.